mükafat oyuncuya, fərdi oyuncu mükafat, ən yaxşı oyuncu Rəvan Əmidzadə Lamasyan mükafat təqdim edir Azərbaycan Milli Komandasının baş məşqçisi Sahib Məmmədov. Bəli, Sahib Məmmədov kimi futbolcu aynı zamanda milli baş məşqçisindən ilk böyük mükafat almaq oldu. Çox uğurlu bir göstərişdir. Uğurlar arzu edirəm. Və keçid alan mükafatlandırılan mərasimdə ilk növbədə Yol Liqasının bürünc mükafatçısı, kimdə bürünc mükafatçısı yaxınlaşsın fəxri kürsüyə. Yox, 16'lar olmuyor. Birinci onlardan başlanılır. Xahiş olunur, Azərbaycan Milli Komandasının baş məşqçisi Sahib müəllim, Sahib Məmmədov yaxınlaşsın. Onun köməkçisi Orxan Məmmədov, EFA komandasını bürünc medalla mükafatlandırsınlar. Gəlin dostlar, gəlin. Azərbaycanın tanınmış tüməli futbolçularından mükafat almaq və 3-cü yerə sahib olmaq. Gəlgi mübarizədə böyük uğurdur, siz təbrik edirəm, amma yenə də medal qazanmayan futbolçular təbrik etmək lazımdır ki, bu uğurlu marafonda, bu böyük marafonda kifayət qədər gözəl oyun sərgilədilər və qarşıda uzun illəri var, böyük turnirlər var, çox sayılı yarışlar var. Ona görə qarşıya baxmaq lazımdır və 3-cü yer uğrunda keçən görüşdə qalib olan EFA komandası medal və diplomlarla mükafatlanırlar. Təbrik edirik bir daha onları və gümüş medalçılar, bugünün ən gözəl yarışçılarından biri olan EBF komandası. EBF komandası, yaxınlaşın zəhmət olmasa. Bakı Futbol Akademiyasının gümüş mükafatçısı oyuncular bir yaxınlaşır, hansı ki, onun çimərlik futbolunda məhz Respublika çempionatında final oyununda Lamasiyaya məğlub olsalar da, onlar turnir boyu göstərdilər şücaətlə. Əhsənsizlər. Artıq özlərini sübut etmişdilər bu gün. Final görüşündə olduqca möhtəşəm oyun sərgilədiniz. Onlar təqdim olunurlar bir-bir. Yaxın kadrda da onları sizə təqdim edək. Çempionluğa bərabər. Xatirə şəkli, yaxınlaşın, gümüş medalçı xatirə şəkli çəkək. Bizim dəyərli məşqçilərlə Azərbaycan millisi məşqçiləri. Yaxınlaşan, dostlar, yaxınlaşan, gözəl bir şəkil, siz qalibsiniz. Zaten finalda məğlub yoxdur. Finalda ancaq qaliblər olur.